Deməli, gözəl dostlar, bu cür başlayır da, yəni belə çəkilir adətən iyerarxiyalardan, həm nələr gedir qatlar-qatlar. Ən yuxarıda Allahdır, üzü aşağıda bunlar gedir. Nə bilim mən, arxangel, mangel, fangel, dıngıl, mıngıl insan. Bu əslində belədir. Pizza kimidir. Aləmlərdir. Bax, bunların bu dediyi bu var ha. Bu 18 min aləm dediyi ancaq budur, bunun içindədir. Buradan xəbərləri yox, buradan yoxdur, buradan yoxdur, buradan yoxdur. Bu isə tək bir dənə bu deyil ha. Bundan saysız hesabsızdır. Yəni sayı yoxdur bu yumruların. Hələ bunun bir dənəsi bizim bax bildiyimiz cənnət, cəhənnəm filan hamısı bunun içindədir. Təsəvvür edin. Burada da nələr var və bundan da sonsuzdur. Dəhşətdir sadəcə. Mən dünənləri Sulçayla bura düşdüm. Düzdür, bu barədə xəbərlərim orada nə baş verib bilmədiyim üçün onu mənə göstərə bilmədilər. Yeganə bildiyim o şey ki, sıxıntı idi, partlayırdım. Və baxdım ki, buralardan çox uzaqdayam, öz 18 min aləmimizdə. Yəni axirət, cənnət nə varsa hamısından uzağa düşmüşəm və burada təkəm və dəlixanadır. Bildiyiniz bir dənə vahimə var orada. Yeganə bildiyim nə oldu? Əlim nəyə çatdı? Ruhuma. Dedim, hər nəyəmsə ruhum məndəndir. Harda olsun belə. O xilas elədi məni bütün bunların bu sıxıntısından.